Yer kürəsindəki ən böyük işğalçılardan biri səhra çəyirtkələri. 3 ilə yaxın yer altında yumurtalarda gözləyən bu zərərsiz görünüşlü canlılar əlverişli şərait yarandıqda ağlasığmaz sayda bir orduya çevrilərək keçdikləri hər yeri yeyərək səhraya çevirir. Bir çəyirtkə gün ərzində öz ağırlığı qədər bitki yeyir. Düzgün şəraitdə qidalanan çəyirtkələrin 4 həftə ərzində qanadları tam çıxaraq uçmağa imkan yaradır. Bundan sonra isə fəlakət başlayır. Təsəvvür edin, milyonlarla çəyirtkə ordusu fermerlərin bütün məhsulunu bir gün ərzində tamamilə yox edir. Belə bir fəlakət 1874-cü ildə Amerikada yaşandı. 12.5 trilyonluq çəyirtkə ordusu 512 min kilometrlik ərazini əhatə edərək 25 milyon ton bitki sahəsini sadəcə bir gündə məhv etdi. İnsanlar çarəsiz qaldı. Hətta alov silahları ilə qarşılıq verməyə çalışdılar. Bir neçə ay çəkən bu fəlakət milyardlarla bitkinin yox olmasına səbəb olaraq böyük aclıq və böhranla nəticələndi. Bəs Azərbaycanda belə bir çəyirtkə ordusuna rast gəlmisinizmi? Şərhlər bölməsində yazın. İzlədiyiniz üçün çox sağ olun.